Holcim Usta Mənəm müsabiqəsinin ikinci mövsümü başladı. İlk seçim turu Xırdalanda baş tutub və 300-dən çox usta iştirak üçün müraciət edib. Növbəti seçim turu isə mayın 13-də Salyanda keçiriləcək. Holcim Azərbaycan şirkətinin peşə və texniki təhsil mərkəzi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən Usta Mənəm layihəsi ölkənin ən peşəkar ustalarını bir araya gətirir. Milli müsabiqənin ikinci mövsümü böyük uğurla start götürüb. Usta Mənəm ikinci sezon başladı. Xırdalanda Bina Store tikinti materialları mağazasının ərazisində baş tutan ilk seçim mərhələsində 30 usta finala çıxmaq üçün real şəraitdə öz peşəkarlıqlarını nümayiş etdirib. Usta Mənəm müsabiqəsi bildiyiniz kimi nəinki ustaların məharətini və onların işlərini, Holcim Azərbaycan bu müsabiqədə öz yeniliklərin, yeni məhsullarını bazara təqdim edir, ustalara təqdim edir. Bunların içində tektordur, göbrikdir, quru məhlullardır və bizim betonlarımızdır. Ötən il 14 rayonda keçirilən müsabiqə bu il 17 region əhatə edir. Növbəti seçim turu mayın 13-də Salyanda keçiriləcək. Müsabiqədə iştirak üçün ulduz 1010 nömrəsinə zəng etmək və ya www.holcim.az saytına daxil olmaq kifayətdir.